Salam şagirdlər, mən Allahverdiyeва Nərmin müəllimə. Bu videoda mən sizin üçün 8-ci sinif yeni biologiya dərsliyindən deməli, çoxalma bölməsində olan mayalama prosesi və bətndaxil inkişaf mövzusunun izahını paylaşacağam. Bundan əvvəlki videoda biz deməli bitkilərdə çoxalmadan danışdıq, heyvanlarda çoxalmadan danışdıq, cins və qeyri-cinsi çoxalmadan danışdıq, insanda ovulyasiya prosesindən danışdıq, ayvaşıt siklindən danışdıq. Bu mövzuda isə biz sizə insanda baş verən mayalama prosesindən danışacağıq. Mayalama prosesi dişi və erkək qametlərin bir-biri ilə birləşməsi nəticəsində yaranır ki, bu belə deyək, baş verir ki, bu zaman zigot yaranır. Zigot da yeni bir orqanizmin təməlini qoyur. Yəni təməl bu zigotdan başlanğıc götürür deyirik. Və qadın orqanizmində yumurtalıqlar əmələ gəlir, kişi orqanizmində isə spermatozoid, deməli, qadın orqanizmində yumurtalıqlarda yumurta hüceyrə əmələ gəlir, kişi orqanizmində isə spermatozoidlər əmələ gəlir. Və yumurtalıqda əmələ gələn yumurta hüceyrə folikulun içərisində əmələ gəlir. Bundan əvvəlki dərsdə danışmışdıq. Folikul partlayır, 14 gün ərzində yetişir folikul, 14-cü günün tamamında folikul partlayır, onun içərisindən bir dənə yumurta hüceyrə çıxır. Və bir il ərzində bir qadında hər iki yumurtalığın iştirakı ilə cəmi 13 folikul yetişir. 13 folikul yetişir deyirik. Folikul yetişir, 13 yumurta hüceyrə əmələ gəlir və 13 aybaşı siklı baş verir deyirik. Və bunlar hamısı belə deyək də bir-biri əlaqəlidir. Əgər 13 dənə folikul yetişirsə, deməli hər folikuldan da bir dənə yumurta hüceyrə çıxırsa, deməli 13 dənə yumurta hüceyrə əmələ gəlir və aybaşı sikldə belə deyək də aybaşı siklinin bir mərhələsi də folikulun yetişməsi ilə əlaqəlidir. Ona görə də 13 aybaşı sikli baş verir deyə qeyd edirik. Və deməli yumurtalıqda əmələ gəldi yumurta hüceyrə, toxumluqda əmələ gəldi spermatozoid və erkək fərdin, yəni kişinin spermatozoidləri qadının uşaqlıq borusuna keçir, yəni yumurta hüceyrə, yəni folikuldan çıxdı. Folikuldan çıxandan sonra gəlir uşaqlıq borusuna, erkək fərdin də spermatozoidlər uşaqlıq borusuna gedir və mayalama burada baş verir. Və deyirik ki, qametlər, məsələn, bu yumurta hüceyrədir, bu isə spermatozoiddir. Hər ikisi qametdir və qametlərdə xromosom sayı olur 23. Və qametlər əmələ gəlir meyoz yolla. Yəni biz deyirik ki, meyoz bölünmə zamanı bir hüceyrə bölünür, 2 hüceyrə əmələ gəlir. Ondan sonra bunlarda hər biri bölünür, cəmi 4 hüceyrə əmələ gəlir. Bu meyoz 1, bu isə meyoz 2-nin sonunda isə 4 hüceyrə əmələ gəlir. Və əmələ gələn hüceyrələrin hər biri başlanğıc hüceyrənin xromosom sayının yarısına bərabər olur. Başlanğıc hüceyrədə xromosom sayı 46-dırsa, bunların hər birində xromosom sayı 23 olur. Əgər qametdə xromosom sayı 23 deyil 46 olsaydı, onda 2 dənə qametin 46 və 46 qametin birləşməsindən 92 xromosom sayına malik olan bir zigot yaranacaqdır ki, bu ziqotda yeni bir orqanizm başlanğıc verəcəkdir və biz bilirik ki, xromosom sayı sabit olaraq qalmalıdır. Yəni 92, ondan sonra da 2 dənə 92 xromosoma malik olan qametlər birləşsə, bu cür hara gəlib çıxır, belə ola bilməz. Ona görə də qametlər, yumurta hüceyrənin də qameti 23 xromosoma malik olur, spermatozoidin də qameti 23 xromosom sayına malik olur və bunların birləşməsindən 46 xromosom sayına malik bir zigot yaranır. Bu ziqotda yeni bir orqanizmə başlanğıc verəcək. Və biz deyirik ki, bu zigotun xromosom sayı 2N-dir, yəni diploiddir, 2N bərabərdir 46-dır və qametlərdə isə hər birində xromosom sayı N olur. 2 dənə N birləşir, bir dənə əmələ gəlir, 2N o da edir 46. Bu da belə. Və xromosomlar bizim irsi əlamətlərin daşınmasında rol oynayır. Əgər belə deyək, ümumiyyətlə belə deyirik ki, 46 dənə xromosomumuz var. Onun 44-ü autosom xromosomdur, ikisi cinsi xromosomdur. Əgər bu qadındırsa 44 üstəgəl XX, kişidirsə 44 üstəgəl XY şəklində göstəririk. 44 dənə autosom xromosom var, 2 dənə cinsi xromosom var. Bu belədir. İstisnaları nəzərə almasaq, yəni adətən 2 dənə cinsi xromosom olur. İndi istisnalarda genetika bölməsini keçəndə keçəcəksiniz. Deməli, indi bu proses necə baş verir? Bunu da ətraflı şəkildə izah edeyim. Deməli, deyirik ki, qadında 44 üstəgəl XX xromosoma malik olur hüceyrələrində hər birində. Cinsi
hüceyrə əmələ gəldiyi zaman, yəni qamət əmələ gəldiyi zaman 22 üstəgəl x bir dənə qamət olur, 22 üstəgəl x ikinci bir qamət olur. Kişi orqanizmində isə hüceyrələrində 44 üstəgəl x, y şəklində hüceyrələrində xromosomlar var. Əgər qamət əmələ gəldiyi zaman yarısı qədər olur. Yəni 22 üstəgəl x bir qamət olur, 22 üstəgəl y digər bir qamət olur. Əgər qadın onsuz da ancaq x 22 üstəgəl x, 22 üstəgəl x verir. Yəni uşağın cinsiyyətinin müəyyən olması qadından asılı deyil, kişidən asılıdır. Əgər qadının tutaq ki, məsələn 22 üstəgəl x xromosomuna malik olan bir qaməti kişinin 22 üstəgəl y xromosomuna malik olan bir qaməti ilə birləşərsə, olacaq 44 üstəgəl xy, bu uşaq olacaq oğlan. Əgər qadının 22 ya bu və yaxud da ki, bu fərq yoxdur, ikisi də onsuz da eynidir. 22 üstəgəl x xromosomuna malik olan bir qaməti kişinin 22 üstəgəl x xromosomuna malik olan bir qaməti ilə birləşərsə, bu zaman 44 üstəgəl x, yəni əmələ gələcək qız. Yəni kişinin ümumiyyətlə uşağın cinsiyyətini müəyyənləşdirməsi kişidən asılıdır deyirik. Bir də əslində dərslikdə yoxdur, amma mən yenə də sizin üçün izah edeyim. Bir də belə bir şey deyirik. 44 üstəgəl x qadındır, 44 üstəgəl xy kişidir. Müxtəliflik olaraq soruşa bilər. Əgər müxtəliflik olaraq soruşsa, deyirik ki, 22 üstəgəl 2 müxtəliflik, üzr istəyirəm, 22 üstəgəl 1 qadında müxtəliflik, bu necə tapırıq? Autosom xromosom, bunlar autosom xromosomlardır. Bunlar da nə üçün rol oynayır? Bunu da qeyd edəcəm. Autosom xromosomlarda olan deməli, xromosom sayı nə qədərdirsə, müxtəliflik deyəndə onu yarıya bölür, yəni 22 dənə müxtəliflik olur. Sanki belə təsəvvür edin. Tutaq ki, mən sizə 44 dənə corab verirəm və deyirəm bunları cütləşdir. Cütləşdirəndə olacaq 22 dənə müxtəliflik. Bu şəkildə. Autosom xromosom sayı nə qədərdirsə, onun yarısı qədər müxtəliflik olur. Cinsi xromosom müxtəlifliyinə baxaq. X. Sadəcə x-dir. Tutaq ki, bir otaqda 5 nəfər qız var. Bunun hamısı qızdırsa, deməli müxtəliflik 1 dənədir. Əgər 5 qız, 1 oğlan varsa, deməli müxtəliflik 2 dənədir. Qız müxtəlifliyi, oğlan müxtəlifliyi. Burada da yalnız x olduğuna görə, deməli müxtəliflik 1 dənədir. Ona görə də qızlarda olur 22 üstəgəl 1, yəni 23 müxtəliflik. Oğlanlarda olur 22 autosom müxtəlifliyi. Burada isə bir dənə müxtəliflik buradadır, bir dənə müxtəliflik burada, elədir 24 müxtəliflik. Və bu bütün hüceyrələrdə bu şəkildə olur. Yəni orqanizmin bütün hüceyrələrində bu şəkildə olur. Sadəcə olaraq bir dənə cinsi hüceyrədə kişilərdə fərq olur. Məsələn 44 üstəgəl x əgər qadın orqanizmidirsə, onun cinsi hüceyrəsində 22 üstəgəl x, 22 üstəgəl x, yenə də müxtəliflik 23 dənə oldu. 22 dənə müxtəliflik burada, bir dənə müxtəliflik burada 23 dənə oldu. Amma kişidə 44 üstəgəl xy əgər bunun xromosomudursa, bu zaman 22 dənə autosom xromosom, bir dənə x xromosom bir qamətə düşür, 22 dənə autosom xromosom, bir dənə y xromosom bir qamətə düşür. Yəni 23 dənə müxtəliflik olur. Əgər kişinin qamətidirsə, cinsi hüceyrəsidirsə 23 müxtəliflik olur, somatik hüceyrəsidirsə, yəni bədən hüceyrəsidirsə, yəni qamətdən başqa digər bütün hüceyrələrində sinir hüceyrəsi olsun, məsələn, bağırsağının hüceyrəsi olsun, mədəsinin hüceyrəsi olsun, dərisinin hüceyrəsi olsun, fərq yoxdur. Bunlar hamısının müxtəliflik 24 dənədir. 46 xromosom var, müxtəliflik 24 dənədir. Qadında isə cinsi hüceyrələrdə müxtəliflik olur 23 dənə, bütün bədən hüceyrələrində hamısında da ayrı-ayrılıqda müxtəliflik olur 23 dənə. Bu da belə olmuş oldu. Və autosom xromosomla cinsi xromosomun funksiyası nədir? Cinsi xromosom bayaq qeyd etdiyimiz kimi bizim cinsiyyətimizi müəyyənləşdirir. Yəni kişidən əgər 22 üstəgəl y xromosomuna malik bir qamət gəlirsə, qadından da onsuz da ancaq 22 üstəgəl x gəlir. Bunlar birləşəndə oğlan olur. Əgər kişidən 22 üstəgəl x xromosomu gəlirsə, qadından da 22 üstəgəl x xromosomlu qamətə malik olan orqanizm, yəni qametlər birləşirsə, bu zaman qız olur. Yəni cinsiyyəti müəyyənləşdirir. Eyni zamanda genetikanı keçəndə daha ətraflı keçəcəksiniz şagirdlər. Cinsi xromosomlar eyni zamanda bəzi əlamətlərin də ötürülməsini müəyyənləşdirir. Bəzi əlamətlər var ki, və yaxud da bəzi xəstəliklər var ki, onlar ancaq cinsiyyət xromosomları ilə ötürülür. Məsələn, özünüz yəqin ki, müşahidə etmisiniz. Tutaq ki, bir ailədir, 5 uşağı var, 4-ü qızdır, 1 oğlandır. Qızlar hamısı sağlamdır, gəlir oğlanda xəstəlik olur. Demək ki, bu Y xromosomuna ötürülən bir xəstəlikdir və yaxud da ki, əksinə ola bilər, X xromosomuna ötürülən bir xəstəlik də ola bilər.
Autosom xromosomlar nə üçündür? Autosom xromosomlar bizim valideynlərimizdən aldığımız qaşımızın quruluşu, gözümüzün quruluşu, bədən quruluşumuz, xarakterimiz və s. bunlar da bizim autosom xromosomlar valideynlərimizdən bu 22 dediyimiz var idi. 22 üstəgəl X bu da cinsiyyət xromosomudur. Amma 22 dediyimiz autosom xromosomudur ki, bu da valideynlərimizdən bizə ötürülür. 22 dənə anamızdan gəlir, 22 dənə atamızdan gəlir və bunlar bizim xarakterimizi, üz quruluşumuzu, əlimizin, gözümüzün, qaşımızın, bədən quruluşumuzun və s. bunları müəyyənləşdirməyə kömək edir. Eyni zamanda bəzi xəstəliklər, bəzi əlamətlər var ki, onlar da autosom xromosomu ilə ötürülür. Məsələn, elə insanlar var ki, deyir ki, məsələn, mənim nəslimdə filan xəstəlik var, o artıq mənə də keçə bilər. Bu da xromosomlarla ötürülür. Bu da belə şagirdlər daha ətraflı danışmaq istədim ki, sizin üçün hər bir şey daha dəqiq olsun. Sonra keçək maylama prosesinə. Dedik ki, maylama prosesi zamanı dişi və erkək qametlər birləşir, ziqot əmələ gəlir, ziqot isə bölünür. Çox cərəli şemə çevrilir və bu proses uşaqlıq borusunda baş verir. Yəni, ovulyasiya zamanı yumurta hüceyrə çıxır folikuldan, folikul yumurtalığın içərisində folikul olur, folikul yetişir, onun içərisindən yumurta hüceyrə çıxır, yumurta hüceyrə uşaqlıq borusu ilə, baxın görürsünüz, uşaqlıq yumurta folikul partladı, içindən yumurta hüceyrə çıxdı, yumurta hüceyrə uşaqlıq borusundan hərəkət edir və spermatozoid də uşaqlıq borusunda olur, maylama baş verir. Maylama baş verdiyi zaman ziqot əmələ gəlir. Ziqot bölünür, çox hüceyrəli rüşeymə çevrilir. Ziqot bir hüceyrəli olur, rüşeym isə çox hüceyrəli olur. Çox hüceyrəli rüşeymə çevrilir və deməli rüşeym harda əmələ gəldi? Uşaqlıq borusunda. Maylama harda baş verdi? Uşaqlıq borusunda. Və ondan sonra gedir 4-5 gündən sonra rüşeym gedir 4-5 gündən sonra uşaqlığa düşür. 2 gün burada sərbəst qaldıqdan sonra onun divarına yapışır və bu proses implantasiya adlanır və bu proses artıq rüşeym dövrünün başlanmasını göstərir. Və bətəndaxili inkişafı şərti olaraq 3 dövrə bölünür. Başlanğıc dövr, rüşeym dövrü və döl dövrlərinə bölünür. Yəni bu maylama prosesi baş verdi. Deməli, başlanğıc dövr başladı, erkək və dişi qametlər birləşdi, maylama baş verdi. Deməli, başlanğıc dövr başladı, ondan sonra başlanğıc dövr müddəti ərzində deməli, rüşeym uşaqlıq borusu ilə hərəkət edir, sonra gedir uşaqlıqda qalır, 2 gün orada qalır və bu dövr hələ ki başlanğıc dövrüdür. Ondan sonra rüşeym uşaqlığın seykli qişasına yapışır. Seykli qişasına yapışır. Bu artıq implantasiya adlanır ki, bu da rüşeym dövrünün başlanmasını göstərir. Deməli, rüşeym harda əmələ gəldi? Uşaqlıq borusunda. Amma rüşeym dövrü harda başladı? Uşaqlıqda. Bunu unutmursunuz şagirdlər. Və rüşeym dövründə biz dedik ki, əgər 14 gün ərzində sarı-sim hormonu ifraz edir. 14 gün ərzində sarı-sim hormonu ifraz edir və uşaqlıq borusunda maylamanın baş verməsinə gözləyir. Əgər uşaqlıq borusunda maylama baş verməzsə, maylamamış yumurta hüceyrə deməli yumurta hüceyrə gəlib uşaqlığa düşərsə, bu zaman artıq bir neçə gündən sonra sarı-sim hormonu ifraz etməyi dayandırır. Yəni 14 gün tamamında sarı-sim hormonu ifraz etməyi dayandırır. Sarı-sim niyə hormon ifraz edirdi? Hansı hormon ifraz edirdi? Progesteron hormonu ifraz edirdi. Niyə ifraz edirdi? Yəni ona görə ifraz edirdi ki, ola bilər ki, bura maylamış yumurta hüceyrə gəlsin, ona görə də folikul növbəti bir yumurta hüceyrəni yetişdirməsin deyə ifraz edirdi. Əgər maylama baş veribsə uşaqlıq borusunda, sarı-sim 14 günün tamamında deməli hormon ifraz etməyi dayandırmır. Hormon ifraz etməyi davam edir və artıq rüşeym dövrün 2 ay ərzində rüşeym dövrü olur. Rüşeym dövrü ərzində də sarı-sim hormonu ifraz edir. Hansı hormondur? Progesteron hormonudur. Bu da növbəti bir folikulun partlamasının qarşısını alır. Yəni növbəti bir belə də yumurta hüceyrənin yetişməsinin qarşısını alır ki, bura artıq başqa bir yumurta hüceyrə gəlməsin. Çünki maylanmış yumurta hüceyrə daxil olur. Artıq rüşeym dövrü başladı. Sarı-sim hələ də hormon ifraz etməyə davam elətdirir. Rüşeym dövründə rüşeymi formalaşdıran hüceyrələrin sayı artmağa başlayır və rüşeym hüceyrələrin bir qismindən qişalar formalaşır. Bu rüşeymin xarici qişası xovlu, həm də qan kapillərləri zəngin olur. Həm xovlu olur, həm də qan kapillərləri zəngin olur. Bu isə
qida maddələri və oksigenin bu xovların qan kapilyalarından üşüyməyə keçməsini təmin edir. Yəni orada uşaqlığın selikli qişasının qan kapilyarlarından qida maddələrinin və oksigenin üşüyməyə keçməsini təmin edir. Eyni zamanda xovlu qişanın içərisində nazik və şəffaf olan bir dənə daxili qişa olur ki, bu da qovğu əmələ gətirir. Bu qovda xüsusi maye olur və rüşeyin bu mayenin içərisində yerləşir və daxili qışa rüşeyini xarici təsirlərdən qoruyur. Səsdən, zərbədən, xarici təsirlərdən qoruyur. Eyni zamanda o rüşeyin olduğu maye o rüşeyin inkişafını da təmin edir. Yəni orqanların formalaşmasını təmin edir və rüşey mərhələsində gələcək orqanizmin orqanlar sistemi artıq belə deyək də orqanlar sisteminə başlanğıc verən qatlar əmələ gəlir. Bunda belə deyək yuxarı sinifdə daha ətraflı keçəcəksiniz ki, hansı qatlardan hansı orqanlar əmələ gəlir. Və rüşey mərhələsi bu şəkildə davam eləyir. Ondan sonra artıq 2 ayın tamamında rüşeyin dövrü bitir. Rüşeyin dövrün bitməsi ilə döl dövrü başlamış olur. Döl dövrü zamanı cift əmələ gəlir. Vətəndaxilin inkişafının 2-ci ayının sonundan döl dövrü başlayır. Bu dövrün başlanğıcında rüşeyini uşaqla birləşdirən xarici qişanın xovlarından deməli cift əmələ gəlməyə başlayır ki, cift də burada deməli baxın bu ciftdir. Cift eyni zamanda plasentada adlanır. Plasenta yalnız məmələr üçün xarakterikdir. Bizim məmələr sinifinin nümayəndəsi olduğumuz üçün deməli bizim üçün də xarakterikdir. Ciftin xovları ana və döl arasında maddələrin mübadiləsini təmin edir və elə bir ki, cift əmələ gəlir 2 ayın tamamında. Rüşeyin dövrü bitdi, cift əmələ gəldi. Cift əmələ gəldikcə artıq deməli döl dövrü başladı. Amma cift əmələ gələn kimi hormon ifraz eləmir. Yəni 2 ayın tamamında cift əmələ gəldi. 3 ayın tamamında cift hormon ifraz etməyə başlayacaq. Yəni cift hormon ifraz eləyənə qədər sarı cisim hələ hormon ifraz eləyir. Yəni 3 ayın tamamına qədər sarı cisim hələ hormon ifraz eləyir və 3 ayından sonra artıq 4-cü aydan etibarən 3 ayın tamamı 4-cü ay başlayanda cift hormon ifraz edir. Cift hansı hormon, sarı cisim hansı hormon ifraz edirdi? Progesteron hormonu ifraz edirdi. Ondan sonra artıq sarı cisim progesteron hormonu ifraz etməyi dayandırır və cift başlayır progesteron hormonu ifraz eləməyə. Bu da artıq yenə də yəni növbəti bir folikulun yetişməsini əngəlləyir, aybaşı siklinin baş verməməsini təmin edir. Və onu qeyd edirik ki, indi bu hissəyə diqqət yetirək. Burada görürük ki, göbək ciyəsi. Baxın, burada göbək ciyəsi var. Göbək ciyəsi plasenta ilə, yəni ciftlə belə deyək də döl arasında əlaqəni təmin edir. Cift belə deyək, ananın qan damarları və belə deyək, göbək ciyəsi, yəni göbək ciyəsi vasitəsilə ötürülür qida maddələri dölün orqanizminə. Yəni ananın qanı ilə dölün qanı bir-birinə qarışmır. Ana qida maddələrini və oksigen, ananın qanından qida maddələri və oksigen keçir dölün qanına, görürsünüz, xovlararası boşluq vasitəsilə keçir göbək ciyəsinə. Yəni burada artıq belə deyək də cift var. Cift bu ananın qanında olan qida maddələri cift vasitəsilə gəlir keçir göbək ciyəsinə. Göbək ciyəsindən də artıq keçir dölün orqanizminə. Yəni orada qida maddələri, oksigen, lazımlı maddələr keçir. Ondan sonra lazımsız maddələr isə zərərli maddələr, ifrazat məhsulları və karbon qazı isə geri qayıdır ananın qanına. Və eyni zamanda deyirik ki, göbək ciyəsində 3 dənə damar olur. Onun deməli ikisi arteriya damarıdır, biri vena damarıdır. Göbək arteriyası karbon qazı ilə zəngin qanı daşıyır və zərərli maddələrlə zəngin qanı daşıyır. Göbək, yəni 2 dənədir göbək arteriyaları. Bir dənə də göbək venası var ki, o da oksigenlə zəngin qanı daşıyır və qidalı maddələrlə zəngin qanı daşıyır. Yəni göbək arteriyası belə deyək, göbək ciyəsinin içərisində o belə deyək, lazımlı maddələri dölə gətirir. Göbək arteriyaları isə lazımsız maddələri döldən çıxardır. Bu şəkildə təmin olunur. Bu da belə artıq deməli, bir də ki, bu sarı cisim və cift daxili sekresiya fəzlərdir və hazırladıkları progesteron hormonu qana ifraz edirlər. Bunu da dedik.
Ondan sonra deyirik ki, artıq bir də belə deyək də hamiləlik dövründə belə deyək də elə ola bilər ki, mayalama prosesi zamanı zigot yaransın və bu zigot belə bölünsün, bir neçə dənə rüşeymə başlanğıc versin. Bu zaman olur eyni yumurta əkizi və yaxud da ki, bir neçə dənə zigot əmələ gəlsin. Bu da olur müxtəlif yumurta əkizi. Əgər 2 dənə qamət birləşir, bir dənə zigot əmələ gəlir. Ondan sonra bu zigot bir neçə rüşeymə başlanğıc verirsə, bu oldu eyni yumurta əkizi. Əgər bir neçə dənə döl sayı qədər yumurta hüceyrə və döl sayı qədər spermatozoid birləşib bir neçə dənə zigot əmələ gətirirsə, o zaman müxtəlif yumurta əkizləri yaranır. İndi onların da xüsusiyyətlərini qeyd edəcəm. Əgər belə deyək də eyni yumurta əkizidirsə, mütləq 2 dənə qamət birləşir. Yumurta hüceyrə və spermatozoid. Burada neçə dənə döl əmələ gəlməsindən asılı olmayaraq 2 dənə qamət əmələ gəlir. Neçə dənə zigot əmələ gəlməsindən asılı olmayaraq. Yəni zigot da artıq rüşeymə dölə başlanğıc verəcək deyə döl deyirəm, amma yəni 2 dənə qamətin birləşməsindən zigot əmələ gəlir. Burada 5 uşaq da dünyaya gəlsə, 2 uşaq, 3 uşaq və s. neçə uşaq dünyaya gəlməsindən asılı olmayaraq 2 dənə qamət iştirak edir və 1 dənə zigot əmələ gəlir. Ondan sonra zigot bölünür, bir neçə dənə rüşeymə başlanğıc verir. Əgər tutaq ki, müxtəlif yumurta əkizidir və 3 uşaq dünyaya gələcək, yəni 3 dənə zigot əmələ gələcək, onda deyirik ki, 3 dənə yumurta hüceyrə iştirak edir. Burada 3 dənə yumurta hüceyrə, 3 dənə də spermi iştirak edir. Spermatozoid. Çünki bir dənəsi birləşir, bir dənə yumurta hüceyrə, bir dənə spermatozoidlə birləşir, bir dənə zigot əmələ gətirir, digəri də birləşir belə. Yəni müxtəlif yumurta əkizidirsə, bunların 3 dənə döl əmələ gələcək. Bu dölün əmələ gəlməsində 6 qamət iştirak edir. 3 dənə yumurta hüceyrə, 3 dənə spermatozoid iştirak edir. Bunlar birləşir və 3 zigot əmələ gətirir. Hər ziqotda yenə bir rüşeymə başlanğıc verir. Eyni yumurta əkizidirsə, bu zaman onların deməli gözlərin rəngi eyni olur. Ondan sonra görünüşləri bir-birinə tamamilə oxşuyur və eyni zamanda qan qrupları da eyni olur. Amma zəkasına görə, sonra boyun uzunluğuna görə, falan çəkisinə görə fərqli ola bilər, yəni eyni yumurta əkizi. Amma eyni yumurta əkizidirsə mütləq eyni cinslidir. Yəni ya 2 qız, ya hamısı belə də neçə uşaqdırsa, hamısı oğlandır və ya hamısı qızdır. Yəni müxtəlif yumurta əkizi ola bilməz. Amma müxtəlif yumurta əkizidirsə, bu zaman onlar qan qruplarına görə də fərqli ola bilərlər, gözlərin rənginə görə də fərqli. Sadəcə bacı-qardaş səviyyəsində bir-birinə daha çox oxşaya bilərlər, kilosuna görə də fərqli ola bilər, xarakterinə görə də fərqli ola bilər və s. belə. Və eyni yumurta əkizidirsə, tutaq ki, məsələn, eyni yumurta əkizidir, 2 döl əmələ gələcək. Bu zaman bir dənə cift olur, bir dənə cift olur. Hərəsinin ayrı-ayrı, uşaq sayı qədər hərəsinin ayrı-ayrı, deməli, yəni ana bətnində olanda döl olur, sadəcə siz anlayasınız deyə şagirdlər, onu ki, mən uşaq deyirəm. Yəni, döl sayı qədər göbək ciyəsi olur. Göbək ciyəsi dölün sayı qədər olur. İstəyir eyni yumurta əkizi olsun, istəyir müxtəlif yumurta əkizi olsun. Həmişə eyni olur. Eyni yumurta, yəni uşaq sayı qədər olur. Cift sayı eyni yumurta əkizidirsə bir dənə cift olur. Müxtəlif yumurta əkizidirsə uşaq sayı qədər ayrı-ayrı cift olur. Göbək ciyəsi isə həmişə uşaq sayı qədər olur. Sarı cisim iştirakı və sarı cisim neçə olur? Eyni yumurta əkizidirsə bir dənə, müxtəlif yumurta əkizidirsə uşaq sayı qədər olur deyirik. Bu da belə. Ümid edirəm ki, hər bir şey dedim, heç bir şey qalmadı. İndi isə keçək buradakı tapşırıqlara bir dənə baxaq. Deməli, burada deyir ki, bu hissəyə nəzər yetirək. Deyir ki, şəklə diqqətlə baxın, bətndaxil inkişaf mərhələlərinin ardıcıllığını düzgün müəyyən edin və dəftərinizə yazın. Yeni yaranacaq orqanizmin xromosom sayı və irsi xüsusiyyətləri ziqotdan fərqli ola bilərmi? Xeyr, yeni yaranacaq orqanizmin xromosom sayı və irsi xüsusiyyətləri ziqotla oxşar olur. Çünki belə deyək də, xromosom sayı tam olaraq eynisi ötürülməlidir. Yəni 23 xromosom sayına malik olan bir qadın, 23 xromosom sayına malik olan kişi qamətləri birləşib 46 xromosom sayına malik olan ziqot əmələ gətirir ki, o da bölünəndə əmələ gələn hər bir hüceyrədə xromosom sayı 46 olur. Yəni fərqli olmur. Sizcə bədəndaxil inkişaf zamanı hüceyrə sayılarının zamandan az sonra artması orqanların formalaşmasına necə təsir edir? Təbii ki, hüceyrə sayı artır, bu da orqanların formalaşmasına
təkan verir. Orqanların formalaşmasına kömək eləyir. Ona görə də yəni müsbət təsir edir deyə bilərik. Sonra isə buradakı deməli ardıcılığı müəyyənləşdirək. Bu hissidəki ardıcılığı deməli birinci məsələn ola bilir ev, yəni orada maylanma prosesi baş verəcək. Ondan sonra başlayır bölünməyə. Məsələn burada ola bilər C. Sonra 2 yerə bölündü, sonra 4 yerə bölündü, ola bilər I ola bilər. Sonra H olar. H-dan sonra olar K, artıq bölündü tam. Ondan sonra boşluq yaranır ki, orqanlar formalaşsın. Burada olacaq A. Ondan sonra ola bilər D. D-dən sonra ola bilər C. C-dən sonra ola bilər artıq B, Y, ondan sonra da J ola bilər şagirddə. Bu şəkildə ardıcılığı düzə bilərsiniz. Sonra isə keçək buradakı tapşırığa baxaq. Deməli, öyrəndiklərinizi tətbiq edin. Uyğunluğu müəyyən edin. Baxırıq. Deyir ki, başlanğıc dövrü, rüşeym dövrü və döl dövrü. 1, 2, 3 olaraq bura qeyd edək. Plasenta vasitəsilə maddələr mübadiləsisi baş verir. Bu döl dövründə baş verir. Bunu yazaq 3-ə. İmplantasiya ilə yekunlaşır. İmplantasiya oldusa artıq rüşeym dövrü başlayır. Deməli, başlanğıc dövr yekunlaşır. Bunu yazaq 1-ə. Ziqot bölünərək bir neçə gün ərzində çox hüceyrəli rüşeymə çevrilir. Bu artıq başlanğıc dövrə aiddir. C-ni yazaq bura. Plasentanın əmələ gəlməsi ilə başa çatır. Bu rüşeym dövrünə aiddir. Plasenta əmələ gəlirsə artıq rüşeym dövrü başa çatır. Orqanlara başlanğıc verən xüsusi hüceyrə qatlarını əmələ gətirir. Bu da rüşeymə aiddir. Deməli, yerinə buraya yazdıq. Öyrəndiklərinizi yoxlayın. Ziqotun formalaşmasından sonra hansı mərhələdə orqanizmin əsas hüceyrə qatları formalaşmağa başlayır? Artıq rüşeym mərhələsində olur bu. Rüşeym dövründə xovlu qışan funksiyası nədir? Xovlu qışan funksiyası həm rüşeymi qidalandırmaq, həm də təsirlərdən qorumaq, eyni zamanda oksigen və qida maddələrini təmin etmək. İmplantasiya baş tutmasa, bətndaxil inkişafın hansı mərhələləri yaranmayacaq və bu nəticələri nə ola bilər? İmplantasiya nədir? Yəni, artıq başlanğıc mərhələdə rüşeym əmələ gəlib, o gəlib uşaqlığın seyfli qişəsinə yapışmalıdır ki, rüşeym dövrü başlasın. Yəni, implantasiya baş versin ki, rüşeym dövrü başlasın. Əgər implantasiya olmazsa, o rüşeym uşaqlığın seyfli qişəsinə yapışmayacaqsa, ona deməli hamiləyə baş tutmayacaq. Artıq bu burada uşaq formalaşmayacaq. Eyni yumurta əkizlərinin yaranması zamanı ziqot hansı mərhələdə bölünür? Başlanğıc mərhələdə bölünür. Onsuz ziqotun bölünməsi başlanğıc mərhələdə baş verir. Hamiləlik zamanı ananın həyat tərzi uşaqlığın bətndaxil inkişafına təsir edirmi? Təbii ki, əgər ana hamiləlik dövründə təmiz havada çox gəzirsə, qidalı maddələr, yaxşı vitaminli maddələr yeyirsə, əsəblərini sakit saxlamağa çalışırsa, bu zaman təbii ki, bu inkişaf edən uşaq daha yaxşı inkişaf edəcək, döl daha yaxşı inkişaf edəcək. Əgər spirtli içkilər içirsə, narkotik qəbul edirsə, çoxlu dərman preparatlarından istifadə edirsə, əsəb keçirdirsə, düzgün qidalanmırsa, təmiz havada gəzmirsə, təbii ki, bu da uşağın inkişafına mənfi təsir göstərəcək. Müasir dövrdə hansı faktorlar hamiləlik və dölün inkişafına mənfi təsir göstərə bilər? Elə bu qeyd etdiyim faktorlar dölün inkişafına mənfi təsir göstərə bilər. Çünki dölün orada inkişaf, bütün orqanları inkişaf edir. Hansısa bir prosesin pozulması artıq bir qüsurun yaranmasına səbəb ola bilər. Bu da hansısa bir xəstəliyin əlamətidir. İzah bu qədər şagirdlər. Ümid edirəm ki, sizin üçün yararlı bir video olar. Hər birinizə uğurlar, sağ olun.